Bura Naftalan şəhəridir. Mən indi hal-hazırda işığı yükləyirəm. 8 manat 58 qəpik limiti keçmə yazıb işıqda. Bu belə bir şeylər mümkün olmayan bir şeydir. Təzə ödəmişik biz limiti. Bu Azərişıq nə iş görür? Bu nə etmək istəyir Azərenerji? Fikri nədir? Bu millətə divan tutmaqla fikirləri nədir? Bunların fikrini bilmək istəyirəm. İndi mən kartı yükləyirəm. 8 manat 58 qəpik çıxır. 20 manat karta pul vurmuşam. $11.42 göstərdi. 14.13 göstərdi. 8.58'i çıxdı. Bax, Azərbaycan budur. Sistemi belə işlədənlər bax budular.